Axşamınız xeyir. Ə, Seminara xoş gəlmisiniz. Bugünkü seminarın mövzusu iqtisadi təqvimdən necə istifadə etmək olacaq. Əgər nəsə bir sualınız adınız varsa, o sağ tərəfdə aşağıda questions bölməsində sual yazа bilərsiniz, cavablandırarıq. Deməli, iqtisadi təqvim nədən danışır? İqtisadi təqvim bazara necə təsir edir, ondan danışacağıq. Bir iqtisadi təqvimdə görəcək çoxlu göstəricilər var. Onların hansı daha əhəmiyyətlidir, hansı daha əhəmiyyətsizdir, ondan danışacağıq. Və ən lazım və ən lazımsızdan siyasını verir ki, konkret özünüz biləsiniz ki, kalendara baxanda yəni, hansı və iqtisadi göstəriciyə fikir vermək lazımdır, hansına fikir vermək lazım deyil. Deməli, Forex bazarında mesela hər şey birinci növbədə iqtisadi göstəricilərə görə hərəkət edir. Yəni hər bir şey. İqtisadi göstəricilər dedim, yəni məsəl üçün ABŞ-ın iş yüzü xəbəri olsun, Avropada məsəl üçün inflyasiya xəbəri olsun, yaxud mərkəzi bankların siyasəti olsun, iqtisadi siyasəti. Hər şey birinci, ikinci siyasi xəbərlərə görə, yəni siyasi xəbərlər dediyim, məsəl üçün bir müharibə xəbəri olsun, ya nə bilim bir seçki xəbəri olsun, hansı ki, məsəl üçün ABŞ-da və Avropada. Bir də texniki analizlərə görə. Texniki analizlər nəyə görə təsirli? Misal üçün, bilirsə, Forex bazarında yüz minlərlə insan iştirak edir və onların çoxunun razılaşdığı bəzi texniki analizlər var. Tutaq ki, fikirləşirlər ki, qızıl tutaq ki, 1500 satandan sonra aşağı düşməlidir. Çünki orada böyük bir müqavimət xətti var. Onda yəni qızıl gedib o 1500 satandan aşağı düşüb. Adətən, həmişə yox, adətən. Baxmayaraq ki, heç bir xəbər çıxmıyor qızıl haqqında. Nə iqtisadi, nə siyasi xəbər çıxmıyor, amma düşüş adı. Deməli də, iqtisadi və siyasi xəbərdən əlavə texniki analiz görə də bəzən həkk edilir. Amma bunların üçün ən vacibi iqtisadi göstəricilərdir. İqtisadi göstəricilər, yəni bəxtimiz gəlir ki, hər biri, bütün iqtisadi göstəricilər böyük ölkələrin qabaqcadan planlanmış şəkildə həm hökumət, həm də qeyri-hökumət təşkilatları tərəfindən qabaqcadan təyin olmuş vaxtda açıqlanır. Misal üçün, ABŞ-ın iş yüzü xəbəri hər ay bitəndən sonra ilk cümə günü hansı günə düşürsə, həmin cümə gündə həmin ayda olan iş yüzü xəbəri açıqlanır. Yaxud məsələn, Avropanın inflyasiya xəbəri hər ayın tutaq ki, 15-də açıqlanır. Yəni, hər ayın həm keçən ay olan inflyasiya xəbəri açıqlanır, misal üçün. Yəni, bu qabaqcadan bilinir deyə bir təqvim hazırlayırlar bütün xəbər agentlikləri və təqvimdən də Forex traderləri istifadə edirlər. Yəni, o təqvimdən çox etibarlıdır. Yəni, sizin gördüyünüz rəqəmlər başqasının gördüyü rəqəmlərdən fərqli deyil. Yəni, bütün dünya eyni rəqəmlərə baxır və eyni vaxtda. Bəzi çox nadir hallarda ola bilər ki, bəzi göstəricilər var ki, onun təqvimdə İslamiyətə açıqlamamış üçün qabaq kiməsə yayılır, amma qalan hamımızı, 99% hamımızı hamıya eyni vaxtda yayılır. Yəni, heç vaxtda bir səhv olmur ki, məsələn, birində tutar ki, 5 görsəsiniz rəqəm, o birisində 3 görsəsiniz, belə bir şey yoxdur. Yəni, təqvimlər, iqtisadi təqvim demək istədiyim etibarıdır. Etibarlı yəni mütləq nə, ola bilsin siz fundamental analizdən məşğul olursunuz, ola bilsin texnik analizdən onun fərqi yoxdur. Mütləq təqvim, iqtisadi təqvimlərə baxıb, o təqvimə uyğun olaraq, məsələn, ən vacib xəbərlər hansıdırsa, bazara hərəkət etdirsə, həmin xəbərlərə uyğun əməliyyatınızı açmalısınız. Bizim saytımızda iqtisadi təqvim var. Yəni, çox etibarlı təqvimlərdən biridir. Təqvimə baxmaq üçün bizim leaderforex.com saytına girirsiniz. Ondan sonra orada bazar xəbərləri və analiz adlı bir bölmə var. Yuxarıda, təxminən sağ tərəfdə. Oraya girirsiniz. Orada girəndən sonra sağ tərəf, sol tərəfdə, aşağıda iqtisadi təqvim var. O iqtisadi təqvim sözünə bassanız, onda bizim iqtisadi təqvim göstərəcək. Yəni, hər gün yenilənir, hər saniyədə daha doğrusu yenilənən təqvimdir bu, avtomatik olaraq. Yəni, basan istədiyiniz vaxt girib baxa bilərsiniz, gün istənilən vaxtda. Həmin təqvimə girməmişdən girənlər, istənilən görsəniz, belə bir ekranda görürsünüz, belə bir təqvim çıxır, onun bir şəklini yazmışıq, kopyalamışıq bura. Bu gördüyünüz bizim iqtisadi təqvimin iqtisadi təqvim şəkildir. Burada həmişə çalışın bu adjust time zone deyilən yeri və ora basın və orada vaxtı Bakı vaxtına çevirin. GMT üstü 4 var Bakı vaxtına. Çünki yəni, təqvim hansı saatda hansı xəbər çıxacağını göstərir, amma adətən London vaxtına göstərir avtomatik olaraq. Onu Bakı vaxtına çevirmək lazımdır ki, bizim vaxtına necə, bizim Bakı vaxtına çevirsiniz, bilək hansı xəbər bizim vaxtına sadəcə çıxacaq. Bildiyinizdən leaderforex.com saytına girirsiniz, orada bazar xəbərləri və analiz saytına girirsiniz, oradan da iqtisadi təqvimə basırsınız, bizim təqvim görsənir. Təqvim haqqında belə danışırsa, əslində bütün təqvimlərin formatı demək ki, eynidir. İndi bizim təqvim formatı necə var? Burada
Sol tərəfdən başlayanda birinci date görsənir. Date biz ayın tarixini göstərir. Yəni september 100 məsələn sentyabrın 3-ünə olan təqvimdir. Ondan sonra time gəlir. Yəni bu siyahıda görürsünüz bu cədvəldə. Time'da da aşağıda saat göstərir. Yəni hansı saatda hansı xəbər çıxacaq onu göstərir. Məsələn burada görürsünüz saat 6-da 12-də xəbərlər çıxır. Ondan sonraki şeydə currency-də valyuta deməkdir. Yəni hansı valyutaya təsir edəcək çıxarılan xəbər onu yazır. Məsələn, lap birinci saat 6:00-da Chinese yuan, Çin yuanı təsir edəcək xəbərdir. Chinese yuan sonra orada aşağıda görürsünüz Çekoslovak kronası, sonra Türk lirası var, sonra avro var, sonra yine Türk lirası var. Yəni hansı valyutaya aiddir həmin xəbər? Onu göstərir ki, bu xəbər çıxanda həmin valyutaya xəbər təsir edəcək. Bəzi xəbərlər var ki, bütün valyutaya təsir edir, amma bəziləri ancaq həmin valyutaya təsir edir. Ondan dördüncü gələn importance-dır. Əhəmiyyət. Ən vacib buna fikir verməlisin mütləq. Yəni saatla bərabər buna fikir verməlisin. Bu importance nəyə göstərir? Bəzi xəbərlər var ki, çox əhəmiyyətli deyil. Çünki tez-tez təşkillanır. Ya o xəbəri onsuz çoxdan qabaqcadan bilir. Ya nə bilim, o qədər faydalı məlumat vermir. Onlar əhəmiyyəti azalır. Bəziləri də var ki, çox faydalı məlumat verir. Məsəl üçün Avropanın ümumi daxili məhsulu yaxud da nə bilim, ABŞ-ın ümumi daxili məhsulu yaxud ABŞ-ın işsizlik faizi və gec çıxır və çıxmamışın qabaq heç kəs bilmir. Nə qədər gec çıxırsa xəbər, nə qədər əhəmiyyətli xəbər verirsə, bacara qədər böyük təsir edir. Bu importance nəyə göstərir? Məsələn, bir dənə öküz baş şəkli varsa xəbərin qarşısında, deməli bir də az əhəmiyyətlidir. 2 öküz baş şəkli varsa, deməli biraz orta dərəcədə əhəmiyyətlidir. 3 dənə öküz baş şəkli varsa, deməli çox əhəmiyyətli xəbərdir. Yəni mütləq izləməlisiniz bunu. Yəni nə olursa bütün həmişə kalendara baxanda 3 öküz baş olan xəbərlər həmişə fikir verin ki, saat neçə çıxacaq və nə çıxacaq, onu fikir vermək lazımdır. Yəni, bu deməli deyil, importanca xəbər bazarına nə qədər təsir verir, onu göstərir. Və bunu sizin nəsə böyük bir heç bir şey eləməyiniz ehtiyac, qabaqcadan hamısı ölçülü hesablanır və sizin təqvimdə göstərilir, sizə baxıb oradan görə bilərsiniz nə də vəziyyət. 5-ci event gəlir, eventdə nədir? Yəni, həm ya iqtisadi göstəricinin adını yazır ora, yaxud da məsələn, böyük 20'lərin görüş olacaq, yəni nə bilim, bir ölkədə seçkilər olacaq, onlara yazır. Yəni hadisə nə olacaq, onu danışır. Məsələn, birincisi saat 6-da Çin yuanına aid olan birinci dərəcəli, yəni birinci əhəmiyyəti az olan Chinese Non-Manufacturing PMI. Nədir o? Yəni Çinin qeyri-istehsalat firmalarının alış indeksi göstəricisidir. Yəni saat 6-da bu göstərici çıxacaq. Yəni event deməli o göstəricinin adını yazır ora. Bir şey deməyəm, həmişə istədiyiniz göstəricinin üzərinə basanlar, mouse'una göstərən həmin göstəricinin izahatı verir ki, nədir, hardan çıxır, nəyi başa salır, əvvəllər nə olubdur. Düzdür, İngiliscə bu göstərir, amma yəni var, izahatı var. Yəni bu məlumatı kim nəşr eləyir, yəni nə qədər vaxtdan bir nəşr olunur və s. və s. Hamısı bir göstərir, izah olunur. Siz nəsə bilməsəniz bizdən soruşa bilərsiniz əlbəttə, amma yəni əgər yəni İngiliscə bilirsə, üzərinə basaraq o izahatına baxa bilərsiniz. Ondan sonra xəbər 6-cı actual gəlir. Actual nədir? Yəni real göstərici nə çıxıbdır, onu göstərir. Məsəl üçün bu səhər saat 6-da Çinin qeyri-istehsalat firmalarının alış indeksi 53.90 göstərilib çıxıbdır. Yəni bu düzü bir şey deyəcəm nə deməkdir? Belə bu, amma belə deyim də, actual xəbər nə çıxdı, o göstərir. Və bu, məsələn, bu günlərin saat artıq 7 o deyə bütün xəbərlər demək çıxıbdır. Amma məsələn, siz tutaq ki, səhər saat 11-də baxsanız bu xəbərə, görə saat 12-də olan xəbərlərin qabağı boşdur, çünki onlar hələ çıxmayıbdır. Və actualın qabağına ancaq nəsə xəbər açıqlandı, ondan sonra nəsə yazılır. Ondan qabağı heç nə yazılmır. Forecast isə ondan sonra gələn proqnoz deməkdir. Yəni, o xəbər, hər xəbər yox, əhəmiyyətli xəbərlər gəlməmişdən qabaq iqtisadçılar onu proqnozlaşdırırlar, banklar onu proqnozlaşdırırlar ki, misal üçün filan xəbər, tutaq ki, Avropanın inflyasiya xəbəri tutaq ki, 2% gələ bilər. Ona uyğun olaraq avro alçadırlar. Yəni burada söhbət 5-6 milyondan gedir, burada söhbət 100 milyarddan gedir. Ona görə onlar çoxlu pul xərcləyirlər, çoxlu iqtisadçılar pul verirlər, çoxlu bir vaxt ayırırlar. Çalışırlar ki, iqtisad göstərici nə çıxacaqsa, onu qabaqcadan proqnozlaşdırsınlar və proqnozlaşdırmaya uyğun olaraq ya alış eləsinlər, ya satış eləsinlər hər hansı bir valyutanın. Çünki bir xəbəri qabaqcadan bilmək böyük həqiqətən dəyərə malik informasiyadır. Onun üçün bütün böyük xəbərlərin hamısını yox, bütün böyük xəbərlərin qabaqcadan proqnozlaşdırılması olur və onlara yazılır forecast hissəsinə. Məsələn, burada saat 12-də Avropada Spanish Unemployment Change var. Yəni İspaniya işsizlik dəyişikliyi xəbəri. Onu gözləmişdim, məsələn 5,2 min azalmış olsun işsizlik.
Bu əslində yaxşı xəbər var. İzahın biz başqa seminarda danışıb işsizlik xəbəri, inflyasiya xəbəri izahını sonra, amma buna proqnozu var ki 5,2 min, 5200 işsizlik, 5200 nəfər iş tapacaq. Yəni onu göstərmək üçün. Yəni orada K görəndə birinci K 1000 deməkdir. 5,12 K 5,12 5200 deməkdir. Amma real rəqəm 0K çıxıb. Yəni ki heç bir dəyişiklik olmur keçən aydan. Yəni əslində xəbər belə pis çıxıbdı. Gözdə ki işsizlik azalsan azalmayıbdı. Deməli burada həmişə fikir verilirsə, həmişə əks xəbəri əgər qırmızı çıxarsa, bu o deməkdir ki, gözləntiyi xəbər proqnozlaşdırma gözləntidən pis çıxıbdır və valyutaya mənfi təsir, yəni həmin valyutanın düşməsinə səbəb olacaq. Əgər yaşlı rəng çıxarsa, deməli həmin valyutadan gözləntidən yaxşı çıxıbdır və həmin valyutanın qalxmasına təsir olacaq. Yox, əgər qara rəng çıxarsa, deməli ya proqnoz yox imiş, yaxud da proqnoz var imiş, amma yəni proqnozda necə var, elə çıxıb, neytraldır. Nə valyutanın qalxmağına da yaxud düşməyinə təsir eləməyəcək. Yəni, o həmişə fikir verin. Yəni, xəbər çıxanda qırmızıdırsa, deməli valyutanın düşməyini göstərir, düşəcəyini göstərir. Yəni, yaşılsa deməli qalxacağını göstərir. Düzü həmişə belə olmur, amma bəzən bunu da incəlindən getmək lazım, amma belə ilkin tanışlıq üçün belə deyim sizə. Üçüncü də previous göstərir. Previous nədir? Yəni ki, sən dövr ay da ola bilər, həftə ola bilər, rüb də ola bilər. Rəqəmən nə olduğunu göstərir. Yəni, əgər xəbər aylıq çıxsa, deməli previous keçən ayın xəbərini göstərir. Xəbər məsələn rüblü çıxsa, məsələn ümumi daxili məhsul həmişə rüblü çıxır. Deməli previous keçən rüblün xəbərini göstərir. Məsəl üçün saat 12 İspaniya işsizlik xəbərində keçən ayda 64.900 nəfər işsizliyi azalıb, yəni 64.900 nəfər iş tapdı. Və gözlənti olmuşdu 5200 nəfər işsizliyi azaltmış olsun, yəni 5200 nəfər iş tapmış olsun. Amma yəni gözlənti pis xəbər, yəni əslində heç bir işsizliyi azalmayıb, elə bir çıxıb. Yaxud məsələn aşağıda Turkish CPI var. CPI bilirsiniz, Consumer Price Index, istehlakçı qiymət indeksi, inflyasiyanın göstəricisi. Keçən ay 8,8% imiş və 860% gözləyirmişlər olsun, amma 8,17% oldu. 8,17% oldu bu dəfə. Gözləntidən pis çıxdı. Bildiniz, yəni keçən dövrdə nə olub onu göstərir, forecast proqnozlaşdırma nə olub onu göstərir, actualda real nə çıxdı onu göstərir. Bir sual verir, inək başı nəyi bildir? İnək başı yenə o məlumat nə qədər əhəmiyyətlidir, bazara nə qədər təsir edəcək onu göstərir. Mən məsələn bir dənə inək başı varsa, deməli o deməkdir ki, bazara deməli təsir eləməyəcək. 2 dənə inək başı varsa, o deməkdir ki, bazara təsir eləyə bilər. Amma 3 dənə inək başı varsa, deməli çox əhəmiyyətli xəbərdir. Bazara mütləq təsir eləyəcək. Onu göstərir inək başı şəkli. Deməli, iqtisadi təqvimin mahiyyətini belə deyim sizə. Həmişə, yəni xəbər gözlənilən, xəbər tutaq ki, açıqlandı. Misal üçün, bu İspaniya işsizlik xəbəri saat 12 açıqlanır bu günləri. Açıqlandı, proqnozlaşdırılmış rəqəmdən yaxşı çıxarsa, rəqəm yaşıl rəng olur və valyutanın qalxmayacağını göstərir. Daha da qalxma ehtimalını göstərir. Pis çıxarsa və qırmızı rəng olur, valyutanın düşəcəyini göstərir. Yəni, bütün təqvim mahiyyəti budur, çox asan bir şeydir. Baxaraq qırmızı yaxşı, ona baxa bilmiyorlar. Düzdür. Məsələn, o qırmızı çıxırsa, o deməkdir ki, 100% valyuta düşməlidir. Amma 60-70% baş tutur bu hadisə. 60-70% məsəl üçün yaxşı çıxıbsa, qaldırır, çıxıbsa, salır. Yəni 60-70% sizə kifayətdir ki, siz özünüz riskinizi idarə edərək qazanc əldə edəsiniz. Yəni heç vaxt ümumi proses bir şey 100% deyil. Nəinki 99% heç bir şey yoxdur. Yəni həmişə hər şey belə də ehtimallarsa. Bəzi hadisələrin baş tutma ehtimalı məsəl 60-80%-dir. Bəzən ki, çox azdır. Yəni siz o 60-80% hansısa onlara asılı ol, onlara arxalanaraq belə əməliyyat açmalısınız. Bir də çox adam başıma bir dənə şey var. Yəni sadəcə göstərib çıxsa, misal üçün Türkiyənin inflyasiya xəbəri çıxsa, bunu keçən ayın rəqəmi ilə müqayisə eləmirlər. Proqnozla müqayisə eləmək lazımdır. Keçən ayın xəbəri ilə yaxşı çıxdı, pis çıxdı, onun konkret əhəmiyyəti yoxdur. Heç kəsə maraqlı deyil. Yəni hamıya nə maraqlıdır? Proqnozla yaxşı çıxıb, yoxsa o pis çıxıb, o maraqlıdır. Çünki xəbər çıxmamışdan qabaq hamı alınan böyük banklar 100 milyardlarını alır, satır və onlar proqnoza uyğun alırlar. Xəbər tutaq ki, onların proqnozlaşdığı qədər kimi çıxsa, yaxşı çıxsa, onda misal üçün belə də həmin valyuta yaxud qalxa bilər. Amma məsələn pis çıxsa, bunlar valyuta düşməyə başlayır aşağı. Çünki
onlar proqnozlaşdırmır ki, xəbər yaxşı çıxacaq, amma pis çıxdı. İndiyə kimi almışlar, indi məcbur satsınlar. Banklar başlar böyük valyutanı satsınlar, çünki onların gözləndiyi çıxmırdı. Satmağa başlanırsa qiymət valyuta aşağı düşməyə başlayır. Yəni, o üçün həmişə, yaxud da bəzən əks olub fikirləşirlər ki, xəbər pis çıxacaq, proqnozlaşdırır ki, pis çıxacaq və satış eləyirlər çoxlu. Amma xəbər əksinə yaxşı çıxır. İndi bunlar baxırlar ki, xəbər yaxşı çıxır, məcburlar satdıqlarını alsınlar geri. Valyuta qalxmağa başlayır. Yəni, demək istəyim, xəbəri həmişə proqnozlaşdırmanla nədir, onunla müqayisə edin. Heç vaxt keçən ayda nə olub, onunla müqayisə edin. Düz baxmaq lazımdır, amma onu baş qoşmayın. Yəni, keçən ayda nə olub, heç bir əhəmiyyəti yoxdur. Bir də təqvimdə çoxlu göstəricilər hamısına. Yəni, bəzi göstəricilər var ki, onların heç bir əhəmiyyəti yoxdur. Yəni, siz onlara baş qoşub, nəsə belə də, onlara fikir verib, onlara fikir versə də əslində yəni, sizi yayındıracaq. Bizdən bir sual var. 3 inək başı nəyə göstərir? Yəni, 3 inək başı yəni, həmin göstəricinin çox əhəmiyyətli olduğunu göstərir. Yəni, siz həmişə nə idi olmasa 3 inək başı şəkli olan xəbərlər ki var, onları mütləq izləyin. Bir nəfər sual soruşur, 3 inək başı nəyə göstərir? Yəni, 3 inək başı yəni, belə də bir növ ulduzdur. Yəni, nə qədər o ulduzu varsa, o qədər əhəmiyyətlidir. Yəni, 3 inək başı varsa, onu deməli, onu izləməlisiniz. Məsəl üçün, avro ilə alıb satırsa və avroya aid bir xəbər varsa, 3 inək başı olan, demək istəyirəm, o xəbəri izləməlisiniz ki, biləsiniz ki, o xəbər yaxşıdır, pis çıxacaq, ondan sonra əməliyyat tutasınız. Çünki siz əməliyyat tuta bilərsiniz, o xəbər sizin yaxşı çıxır, pis çıxır, sizin əməliyyat tutasınız, əksinə gedə bilər, sizə ziyan da verə bilər. Yəni, onu mütləq izləməlisiniz, o 3 inək başı onun çox əhəmiyyətli olduğunu göstərir. Bəzi xəbərlər var ki, onların heç bir əhəmiyyəti yoxdur. Yəni, siz onlara baş qoşarsanız, məsələn, bir qərar vermək üçün səhv qərar verəcəksiniz. Yəni, bu xəbərləri düz təqvimdə yazılar, amma belə də heç bir əhəmiyyət vermək lazım deyil. Bu ona hansı xəbərlərdir? Çexiya, Türkiyə, Braziliya, Koreya, Singapur, Tayvan, Filippin, Meksika, Macaristan, Polşa, Rusiya, Hindistan'a aid olan xəbərlər. Yəni, bu xəbərlər bazara təsir eləmir. Yəni, nahaq yerə bunları izləyib vaxtınızı itirməyin, nahaq yerə öz pulunuzu risk atmayın, heç vaxt. Yəni, bu xəbərlərə heç vaxt fikir verməyin. Məsəl üçün, Rusiyadan çıxan xəbər, Avropadan, ABŞ-dan çıxan xəbər bazara çox təsir. Amma Rusiyadan bir ümumi-daxili məhsul, inflyasiya, işsizlik xəbəri, yəni forex bazarına təsir eləmir. Yəni, Rusiya düzdür, məsələn, fikir ki, böyük ölkədir, amma onun dəxli yoxdur forex bazarına. Yəni, forex bazarına nə var, nə əhəmiyyət var? Valyutanın kim çox istifadə eləyir, nə qədər çox bir həcmi var dünya bazarında. Məsələn, ən böyük həcmi var, əlbəttə, ABŞ dolları, sonra avrodur, sonra Yaponiya. Yəni, və o xəbərlər, o valyuta aid xəbərlər təsir edir. Rusiyada, məsələn, işsizlik az çıxır, pis çıxır, o bazarına heç təsir eləmir. Amma ABŞ dollarına aid yaxşı bir xəbər çıxanda işsizlik haqqında, o Türk lirasına təsir edir, o hamısına təsir edir. Yəni, demək istəyəm bu ki, burada qabağında görürsünüz, adın qabağında yazıbdır, valyutanın adı. Məsələn, Çexiyanın ki, CZK yazılır, Türkiyənin TRL yazılır. Yəni, həmin valyuta. O valyuta adı olan xəbərlərə heç vaxt baş qoşmayın, onu demək istəyir. Yəni, nahaq vaxtınızı itirməyin. İkinci, bəzi ölkələrin xəbərləri var ki, məsələn, Avstraliya, Kanada, Yeni Zelandiya. Bunların az əhəmiyyətli olan xəbərləri heç bir təsir eləmir bazara, amma çox əhəmiyyətli olan xəbərləri var. Məsəl üçün, Mərkəzi Bankın xəbərləri. Məsələn, Avstraliya Mərkəzi Bankın xəbərləri forex bazarına təsir eləyir. Amma da Avstraliyanın işsizlik xəbəri forex bazarına təsir eləmir. Onu baxmaq lazımdır. Neçə inəyə baş işçi var. 3 inəyə baş işçi varsa, hə, təsir edir. Yenə bu 3 dənəsinə aiddir. Avstraliya, Kanada, Yeni Zelandiya. Yəni, obislərini, bunların belə də ən vacib xəbərləri varsa, yaxud məsəl üçün, burada bir siyasi gərginlik varsa, onu təsir eləyir. Amma başqa, məsələn, onların özlərinin ticarət balansıdır, ya nə bilim, inflyasiya olsun, ya alış indeksi olsun, ya məhsuldarlıq olsun. Bunlar heç təsir edir forex bazarına. Bəli, üçüncü, bir də ən az əhəmiyyətli olan, ən az əhəmiyyətli xəbərlərdən başqa, bəzi ölkələrin hamısının təsiri, bunlar hansı Yaponiya, Çin, Avropa, ABŞ, İngiltərə. Bunların, məsəl üçün, bəzən çox əhəmiyyətli xəbər, məsələn, Avropanın ola bilsin ki, sənaye istehsalatı xəbəri olsun, çox əhəmiyyətli xəbərdir. Bir dənə inək başı olacaq onun qabağında, ayda bir dəfə çıxır. Niyə əhəmiyyətsizdir? Çünki o xəbər çıxmamışdan qabaq ona belə, onu hesablayan başqa xəbər, iqtisadi göstəricilər çıxır. Artıq hamı bilir nə var, nə yoxdur. Heç kəs əziyyət çəkib o xəbərlə ticarət eləmir. Yaxud da ola bilsin, o xəbər tez-tez çıxır, yəni artıq öz mənasını itirir. Yaxud da ola bilsin, xəbər nə bilim, onsa bilinir ki, qabaqsında nə çıxacaq. Çünki yəni, bəzi şeylər, məsələn, inflyasiya olsun, işsizlik olsun, qabaqsında bilmək çətindir. Amma bəzi şeylər var ki, məsələn, sənaye istehsalı, IP yazılır, Industrial Production yazılır. O qabaqsında hesablamaq asan deyə, yəni o çox belə təsir eləmir. Çünki sürpriz yoxdur.
Nə qədər çox təəccübləndirsə, nə qədər sürpriz eləsə bazara, o qədər çox təsirli xəbər. Deməli, Yaponiyanın, Çinin, Avropanın, ABŞ-nin və İngiltərənin çox əhəmiyyətsiz xəbərləri varsa, yəni ikisinin baş qoşmaları, o təsir, amma qalan hamısı, yəni orta səviyyəli xəbərlərə belə çox təsirli bazara. Bu nəyə baş qoşmalı onu göstərmək üçün idi, yəni nəyə vaxtını sərf eləmədi. Bir də indi ən əhəmiyyətli xəbərlər hansılardır onu göstərəcək. Sırayla desək, birinci ən əhəmiyyətli xəbərlər ABŞ-ın xəbərləridir. İkinci Avropanın, üçüncü İngiltərənin, dördüncü Yaponiya və Çinin. Yəni Yaponiya və Çinin əvvəlki xəbərlər, amma ABŞ-ın vacib olduğu olmadı, bütün xəbərlər bazara təsir edir. ABŞ-ın da birisi valyutasının qabağını yazmış USD, Avropanınki Euro, İngiltərəninki funt sterling, GBP yazılır. Yaponiyanki GBP yazılır, Yapon yeni, Çin yuanı. ABŞ-ın deməli sırayla birinci yerdə ABŞ, sonra Avropa, sonra İngiltərə, sonra Yaponiyanın xəbərləri mütləq təsirli bazar. O üçün nəyi də izləməsiniz, mütləq ABŞ-ın, Avropanın xəbərlərini mütləq izləyin təqvimdə. Yəni çox vaxt falan şey deyil, təqvimi açırsınız bizim web saytımızda, bir dənə baxırsınız nə var, nə yoxsa içində. Tutaq ki siz belə qızıldan yaxud avrodan yaxud funtdan nəsə alıb şey eləmək istəyirsiniz. Görsəz ki, məsələn, saat 6-ın yarısı bu 5-ci gün olacaq. ABŞ-ın işli xəbəri var. Qətiyyən məsələn şey eləməyin. Heç bir əməliyyat açmayın. Gözünün xəbəri çıxsın, ondan sonra əməliyyat açın. Yəni ABC-nin işsizlik xəbəri belə dünyanın ən çox bazara təsir edən xəbərlərindən biridir. Sonra məsəl üçün görürsünüz ki, Avropanın belə deyək də ümumdaxili məhsul xəbəri çıxacaq və onu da siz avro nəticəsi açmaq istəyirsiniz, açmayın. Gözünün xəbəri tutacaq işə çıxsın, ona uyğun yaxşıdırsa alın, pissə satın. Yəni ondan qabaqsız nəsə alsanız, ola bilirsiniz bəxtli cəhətdən, ola bilirsiniz xəbər çox pis çıxdı və siz ticarətdə mənfi təsir göstərdi. Çox vaxtda belə olur. Yəni, çox baş çıxmayan Forex-dən nəsə alırsa, texniki analizə baxır, nəsə alırsa, bir də baxır ki, valyuta böyük sürətlə yuxarı qalxır, aşağı düşür, yuxarı bilmir ki, nə olubdur. Amma da fikirləşmir ki, nəsə xəbər çıxıb, ona görə belə oldu. Bir də sonra yuxarıdakı ölkələr ki var, məsələn 4 dənə siyahət saydı, 5 dənəsində bu ölkələrin ən vacib xəbərləri hansıdır? Birinci yerdə ən vacib xəbərləri Mərkəzi Bank xəbərləridir. ABŞ-ın, Avropanın, İngiltərə, Yaponiyanın, Çinin Mərkəzi Bankalar həmişə təsirli bazara. ABŞ-ın, Avropanınki mütləq təsirli. ABŞ-ınki ildə 8 dəfə çıxır, Avropanınki ildə 12 dəfə çıxır. Məsələn, bu həftənin cümə axşamı günü yenə çıxacaq ABŞ-ın, özü Avropanın Mərkəzi Bankının xəbərləri. Orada da görürsünüz, məsələn, Avropada marginal rate yazılır, ABŞ-da Fed Funds rate yazılır. Bu Mərkəzi Bankın faiz dərəcələri xəbərləridir. Saat 4:45-də çıxır adətən Avropanınki cümə axşamları hər ay bir dəfə cümə axşamı ayın 10-na kimi olur. Ayın ilk həftələri çıxır adətən. Yəni xəbər təsirli. İkinci ən çox vacib xəbər işsizlik xəbərləridir. Həmişə mütləq izləyin. ABŞ-ın, Avropanın, İngiltərənin işsizlik xəbərlərini mütləq izləyin. Yəni ABŞ-ınki mütləq izləyin. İşləməmiz olmuyor. Yəni nəyi də izləməzsiniz? ABŞ-ın xəbərini mütləq izləyin. Çünki o xəbər bazara o qədər təsir edir ki, yəni alıcı məsəl üçün baxsaz fikir versə görərsiniz. Bu həftənin cümə günü yenə 6-ın yarısı çıxacaq. Xəbəri qıraqdan baxsaz görərsiniz 5:30-a kimi hər şey yavaş olacaq. 5:30 olan kimi avrodur, funtdur, qızıldır, nə bilim, yendir, Meksikan peso, dəxli oldu, olmadı. Nə ki var, hamısı çoxlu qalxır, düşür. Yəni, bilin ki, nədəndir? Baxırsınız, təqamələ görəsiniz ki, hamısı işsiz xəbər çıxıb ondandır. O xəbər yaxşı çıxıb, ya pis çıxıb, ona uyğun həll etmək lazımdır. Sonra üçüncü əhəmiyyətli xəbər inflyasiya xəbərləridir. İnflyasiya xəbərlərdə adətən ya CPI yazılır qarşılarında, ya PPI, ya inflation rate yazılır. Yəni onu bilməsəniz bizdən soruşa bilərsiniz. Onu günlük analiz yazanda həmin gündə ən vacib xəbər hansıdırsa onun başında yazılır ki, yəni çünki fikirləşir trader nəyi izləməsə həmin şeyi izləsinlər. Yəni çünki bəzən bir texniki analizdən bir şey açırlar. Məsələn fikirləşir qalxacaq, ya düşəcək, amma xəbər çıxır onun əksinə. Ondan sonra yəni xəbər pis çıxandan sonra əhəmiyyətli xəbər, yəni onun dəxli yoxdur, texniki analizdən göstərir. Valyuta qalxa da bilər, düşə bilər, çox pis. Sonra dördüncü ən vacib xəbər ümumdaxili məhsul xəbərləridir. GDP yazır həmişə. Avropanın, ABŞ-nin GDP-sini, İngiltərənin GDP-sini mütləq izləyin. Bir də alış indeksi xəbərləridir. PMI. Alış indeksi nədir? Hər bir firmadan bir sorğu aparırlar ki, siz bu ay ərzində nə qədər xam mal alacaqsınız, nə qədər nə bilim material alacaqsınız, nə bilim tədarük nə qədər alacaqsınız. Ondan bilirlər ki, həmin istehsalçı firmaların işi nə qədər yaxşı gedir. Çünki əgər bir firma, bir zavod xam mal alırsa, deməli bunların satışı çox, deməli bunların işi yaxşı gedir. Alış indeksi onu göstərir, PMI-lar onu göstərir. Yəni nə qədər işləri yaxşı gedir zavoddan, deməli həmin ölkənin iqtisadi o qədər güclüdür.
Bir də yekunlaşdırmaq üçün belə deyim. Tutaq ki, misal üçün bugün saat 7-də ABŞ dollarına aid ISM qiymət indeksi göstərici çıxacaq və hesab edirlər ki, misal üçün 54 olacaq şey, proqnozum ki 54 olmalıdır göstərici. Bu göstərici yaxşı çıxarsa ABŞ dollarının qalxmasına, euro, USD, funt sterlin, Avstraliya dollarının düşməsinə səbəb olur. Necə USD-nin qalxması səbəb ola bilər. Necə yaxşı çıxsa. Deməli bu xəbər gözü onun cəmiyyəti daha məntiqlidir. Məsələn, saat 7-dən keçib artıq bax, açıqlar görərsiniz ki, məsələn, saat 7-də xəbər yaxşı çıxsa bu göstərici bu action qabağına qırmızı hərflə tutaq ki 55 yaxud 56 yazıb. Pis çıxsa tutaq ki, yaşıl rənglə 55 yaxud 56 yazıb. Pis çıxsa tutaq ki, yaşıl rəng, qırmızı rənglə 52 və s. yazıbdır. Ona uyğun baxırsınız təqvimə, sahada baxırsınız, hansı valyuta aid olacaq, vacibdirmi, vacib deyilmi, onu baxırsınız. ABŞ-ın Avropa xəbərləri vacibdir. Sonra əhəmiyyətlidirmi, ona baxırsınız. Neçə inək başı var, ona baxırsınız. Üstə inək başı mütləq vacib xəbərdir. Ona baxırsınız. Bir də proqnozlaşdırma necədir, hansı rəqəmdir, ona bir baxırsınız. Baxdıqdan sonra həmin saat gələndə, həmin dəqiqə görürsünüz ki, həmin saatda, həmin dəqiqədə həmin göstərici neçə olacaq, həmin göstərici neçə olubdur və ona uyğun avtomatik olaraq qırmızı yaxud yaşıl rənglə yazılır həmin rəqəm. Baxırsınız ki, həmin vaxtın yaxşı təsirli, yoxsa pis təsirli, ona uyğun da əməliyyat edirsiniz. Və sizdən bugünkü seminarı yekunlaşdırdıq. Əgər bir sualınız varsa yaza bilərsiniz.